Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün ibtidai sinif müəllimləri üçün növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Sınaqlarımızın məqsədi sizləri imtahanda qarşınıza çıxa biləcək sual tiplərinin tam olaraq mənimsənilməsinə köməklik göstərəcək. Bundan əlavə bizim dərs qruplarımızdan da yararlana bilərsiniz. Eyni zamanda sınaq qruplarımızdan da yararlana bilərsiniz. Ödəniş bir dəfə ödəməklə yüzlərlə sınaq sualların və dərs izahlarının qeydlərini əldə edə bilərsiniz. Əlaqə üçün 051 644 31 54 nömrəsinə yazaraq 31-54 nömrəsinə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sualımız belədir ki, 3 gün 15 saat 40 dəqiqə çıxılsın 1 gün 19 saat 19 saat 55 dəqiqə. Biz bunu sadələşdirək. 3 gün 15 saat 40 dəqiqədən çıxacaq nə? 1 günü 19 saatı və 55 dəqiqəni. İndi gedişata baxaq. Buradan 1 günü verərik bura. 3 günün yerinə qalar 2 gün. Bura olacaq 1 gün versək 15 saat 15 saat. 15 saatdan da birin bu hissəyə versək bura qalar 14 saat, o da 1 gün, olacaq 38 saat. Bura isə 40 dəqiqənin yerinə biz 100 dəqiqə yazarıq. 40 dəqiqə buradan 1 saatda götürmüşdüm, oldu 100 dəqiqə. İndi 1 gün 19 saat 55 dəqiqəni çıxaq. Sadələşdirdikdən sonra qalır 45, 19, 1 gün. Deməli, 1 gün 19 saat 45 dəqiqə. Cavabımız olur B variantı. Növbəti sual 2 nömrəli sualdır. Televizorun qiyməti evin qiymətini göstərən ədədin onluq mərtəbəsindəki rəqəmin qiymətinin 5 qatıdır. Evin qiyməti 43.260 manatdırsa, telefonun qiyməti neçədir? Deməli, 43.260 manat evin qiymətidir. Televizorun qiyməti bunun onluq mərtəbəsindəki rəqəmin 5 qatıdır. Onluq rəqəmi 6-dır. Bunun qiyməti 60-dır. 60-ın da 5 qatı bizə verəcək 300. Doğru cavabımız olur A variantı. Növbəti sual 3 nömrəli sualdır. Deyir ki, çay boyunca iki körpü arasında məsafə 12 kilometrdir. Kater bu məsafəni axın istiqamətində 18 dəqiqəyə, geri qayıdarkən 45 dəqiqə getdi. Çayın axma sürəti neçə kilometr bölü saatdır? Birincisi, məsafəmiz 12 kilometrdir. 18 dəqiqəyə 12 kilometr axınla gedirsə, bizə 60 dəqiqə gedilən yol lazımdır ki, 1 saata gedilən yolu tapaq. Və x də bərabərdir. 60-ı 12-yə vurub 18-ə bölsək, bizə verəcək 40 kilometr. Bu axın ilə sürətdir. Sonra ikinci geri qaydanda deyir ki, 45 dəqiqəyə 12 kilometr gedir. Bəs 60 dəqiqə nə qədər gedər? Yenə 1 saata gedilən yolu tapmalıyıq. X də bərabərdir. 60-ı 12-yə vurub 45-ə bölsək 16 düşəcək. Hər iki halda sürət var. Kater plus çay bərabərdir 40. Kater çıx çay bərabərdir 16. İndi bizə nə lazımdır? Bizə çayın sürəti lazımdır. Çayın sürətini istəyəndə axın ilədən axına qarşı çıxıb 2-yə bölürük. 40-dan çıxırıq 16-nı və 40-dan 16 çıxanda 24, 24 də 2-yə bölsək 12.
Çayın sürəti olacaq 12 km/saat. Cavabımız olur D variantı. Növbəti sualımız 4 nömrəli sualdır. 4 nömrəli sualda nə tələb eləyir bizdən? Avtomobil 1356 km yolun bir hissəsini 72 km/saat, ikinci hissəsini isə 60 km/saatla gedir. İkinci hissədə 5 saat daha çox vaxt sərf edibsə, birinci hissəni neçə saata gedər? Deməli, bizim üçün burada V1 var. V1 var 72, V2 də var 60. İndi T1-ə baxaq. T1 yoxdur, X-dır. T2-də nə var? 5 saat daha çox gedib. X plus 5 olacaq. Hər kəsənin öz sürətini öz zamanına vursaq, bərabər eləyərik 1356-ya. Deməli, 72-ni vurarıq X-ə, olar 72X. Üzərinə 60-ı X-ə vuranda 60X. Üzərinə 60-ı da 5-ə vursam 300. Və bərabərdir nəyə? 1356-ya. 1356-ya. İndi X-lar bizə 132X verir. Bərabərdir. 1356-dan 300-ü çıxsam 1056 qalır. X də bərabərdir 8 saata. 1056-nı deməli 132-yə böldük. Cavabımız 8 saat. Birinci hissəni dediyinə görə birinci hissəyə X demişdik. 8 saata gedər. Amma bizə desəydi ki, ikinci hissəni neçə saata gedər, o zaman 8-in üstünə 5 gələcəkdik. 13. Növbəti sualımız 5 nömrəli sualdır. Deyir ki, bir kubun bütün tillərinin uzunluğu cəmi 108 mm-dir. Bu kubun tam səhətinin sahəsi neçə santimetr kvadratdır? Baxaq, ümumiyyətlə kubun tillərinin cəmi 12A-dır. 12 tili varsa 12A-ya bərabərdir. Bərabərdir neçə? 108-ə. Bəs A nəyə bərabərdir? 108-i 12-yə bölsək 9 millimetr. Sahəsi necə tapılırdı? Tam səhətinin sahəsi 6A kvadratı ilə. O zaman 6 vurulsun 9-un kvadratı bərabərdir. 6-nı da 81-ə vursaq 486 millimetr kvadrat eləyir. Amma bizə deyir ki, sahəsi neçə santimetr kvadratdır? Deməli, millimetr kvadratdan santimetr kvadrata keçid eləyəcək. Kiçikdən böyüyə doğru gedirik. Və deməli, millimetrdən də santimetr kvadrata keçəcək. Bunu 100-ə böləcək. Olacaq 4,86 santimetr kvadrat. Cavabımız olacaq D variantı. Növbəti sual 6 nömrəli sualdır. Bacı və qardaşın 3 il əvvəlki yaşlarının fərqi 12-yə bərabərdir. Bacının indiki yaşı qardaşın yaşının indiki yaşının 2 mislidir. Hər ikisinin 5 il sonraki yaşları cəmini tapın. Demək, burada necə olacaq? İlk olaraq bacı və qardaş. 3 il əvvəldən danışaq. Yaşlarının fərqi. Biri X-dir. Bacı qardaşının 3 il əvvəlki yaşları fərqi 12-yə bərabərdir. Demək, bacı nə qədərdir? 12 yaş böyükdür. İndi geri qaydanda indiki vəziyyətdə nə olur? Bacının da yaşının üstünə 3 gəlirsən, bunun da yaşının üstünə 3 gəlirsən və 2 misli olur. 2 misli olması üçün X plus 15 bacının yaşı, X plus 3 qardaşın yaşı və az olan hissəni dəfiyə vuracaq. Olacaq neçə? X plus 15 bərabərdir 2X plus 6. X də bərabərdir buradan 9-a. İndi kimin yaşını soruşur? Hər ikisinin 5 il sonraki yaşları cəmi. Hazırda bunların yaşları necədir? 9-un üstünə 3 gəlirik. 12 yaş qardaşdır. Və
12 yaşında üstünə 9 gəlirik. 21, o da 3. 24 yaşda qardaşdır. İkisinin birgə yaşı hazırki vəziyyətdə 36-dır. Amma 5 il sonra deyirsə 36-nın üzərinə 2 dənə 5 gələcək. Çünki qardaş da 5 il artır, bacı da. Nəticədə olur 46 yaş. Cavabımız olacaq 46 yaş. Texniki səhv olub, burada qeyd eləməmişik. 7 nömrəli sual. Bir mağazada qiymətlər 30% artırılır, sonra 30% endirim olunur. Əvvəlki qiymətlə müqayisədə son qiymət necə dəyişir? Yəni əvvəlki qiymət biz faizimizi 100 qəbul edirik, 100%-dir. Əgər 30% artırıbsa, 30% artırdıq, oldu 130. İndi son qiymət 130-dur. 130-un 30%-ni tapırıq. 30-a vurub 100-ə bölürük. Olur 39. Endirim olunubsa 130-dan çıxırıq 39-u. Qalır neçə? 91. Aha, 91. Və əvvəl 100 idi, son 91-dir. Aradakı fərq neçə faiz olur? 9% azalır. Azalma olacaq. Cavabımız olacaq C variantı. Növbəti sual 8 nömrəli sualdır. 8 nömrəli sualda nə istəyir? 3a plus 7 bölü 2 çıx 40 böl 18 bölü 2 çıx 7 bərabərdir 20 çıx 12. Tənliyində a üçün aşağıdakıların hansı səhvdir? Aha, səhvi axtarırıq. Və başlayırıq tənliyimizi həll eləməyə. İlk öncə 20-dən 12 çıxıram 8. Sonra 8 çıxdı. Hazırda aldığımız cavab 8-dir. Sonra 18-i 2-yə bölürük 9. 9-dan 7 çıxırıq, qalır 2. 2-ni 8-ə vururam 16. 16. 16-nın üzərinə 40 gəlirəm, olur 56. 56-nı 2-yə vururam, olur 112. Və 112-dən 7-ni çıxıram, 105. 105-i də 3-ə bölsəm, 35. İndi 35 cavabını almışıq. Səhv olan görək nədir? Rəqəmləri cəmi 8-dir. 3 ilə 5-in cəmi doğrudur. 7-yə böldükdə qalıqda 0 olur. Bu da doğrudur. 35 7-yə bölünür. Onluqlara qədər yuvarlaqlaşdırdıqda artır. Bu da doğrudur. Rəqəmlər hasılı 15-ə bərabərdir. Bu da doğrudur. Ən böyük 2 rəqəmli tək ədəddən 30 vahid kiçikdir. Ən böyük 2 rəqəmli tək ədəd 99-dur və 30 vahid kiçikdir. Yanlışdır. Demək, səhv cavabımız D variantındadır. Növbəti sualımız 9 nömrəli sualdır. 9 nömrəli sualda bizdən nə istəyir? İlk olaraq deyir ki, bir işçi işi tək başına 12 günə, başqa işçi isə 16 günə görür. Onlar birlikdə işləməyə başlayır. 4 gün birlikdə işlədikdən sonra ikinci işçi işi tərk edir. Qalan işi birinci işçi tək neçə günə bitirər. Deməli, birinci işçi ümumi olaraq 12 günə görür. İkinci işçi 16 günə. 16 ilə 12 üçün iş miqdarını tapaq. 48. Xəyali ədəd. 48-i 12-yə bölsəm 4 düşür. 48-i 16-ya bölsəm 3 düşür. Bunlar iş miqdarlarıdır. İş görmə qabiliyyətləri 4 və 3. İndi demir 4 gün birlikdə işləyiblər. 4-ün üstünə 3 gəlirəm, vururam 4-ə. 7, 7-ni 4-ə vuranda 28. 48 işidir. Bundan 28-ini görüblər. Yerdə qalıb 20. Və 20-ni böləcək nəyə? İkinci işçi işi tərk edir birinci işçinin gücünə. Həmin 20-ni bölərik 4-ə, 5. Cavabımız olacaq A variantı. Növbəti sualımız 10 nömrəli sualdır. Deyir, bir sinifdə 18 nəfər riyaziyyat dərsinə, 12 nəfər informatika dərsinə gedir. Onlardan 6 nəfəri hər iki dərsə qatılır. Təsadüfi seçilmiş bir şagirdin yalnız riyaziyyat dərsinə getmə ehtimalı nə qədərdir? İlk olaraq, ümumi olaraq sinifdəki şagirdlərin sayı bizə lazımdır.
18 ilə 12-ni toplayırıq. Bizə verir 30 şagird. 30-dan 6-sını çıxıram 24. Ortaqları çıxırıq. 24 şagirdimiz var. Məxrəcdə yazıram 24. Yalnız istəyir bizdən. Yalnız riyaziyyat dərsinə. 18 nəfər gedir riyaziyyat dərsinə, amma 6-sı ortaqdır. 12 nəfəri yalnız riyaziyyata gedir. 24-də 12. Bu da bizə verəcək neçə? 2-də 1. Cavabımız olacaq C variantı. Növbəti sualımız 11 nömrəli sualdır. 11 nömrəli sualda bir mağazaya çiyələk yeşiyi gətirildi. Bütün çiyələklərin 4də 3 hissəsi birinci gün, qalan hissəsinin 5də 2 hissəsi ikinci gün satıldı. Birinci gün satılan çiyələk yeşiklərin sayı ikinci gün satılandan 208 ədəd çox olubsa, mağazada nə qədər çiyələk yeşiyi qalıb? Gəlin baxaq. Çiyələk yeşiklərin sayını götürək 20x. Və birinci gün 20x-in 4də 3-ü satılıbsa, 4-ə bölüb 3-ə vursaq 15x qədər satılıb. İkinci gün yerdə qalan nədir? 20-dən 15-i çıxırıq, qalır 5-i. 5-in 5də 2 hissəsini tapırıq. 5-i 5-ə bölsə 1, 2-yə vursaq 2x qədər də ikinci gündür. Aradakı fərq nə qədərdir? 208 ədəd. O zaman 15x-dan çıxırıq 2x-i bərabər eləyirik 208-ə. 13x bərabərdir 208-ə. X də bərabərdir 16. Əvvəlcə 20x qədər çiyələk var idi. 15x-in bir dəfə satdılar. Bir də 2x-in satdılar. Yerdə qaldı 3x qədər. 1x-imiz 16-dırsa, 3-ü də vuracam 16-ya, eləyəcək 48. Deməli, nə qədər yeşik qalıb? 48 yeşik. Növbəti sualımız 12 nömrəli sualdır. 12 nömrəli sualda deyir ki, ədədin sağına 35 yazdılar. Alınan yeni ədəd ilkin ədədlə toplasa 4180 alınar. Əvvəlcə verilmiş ədədin rəqəmləri cəmini tapın. Bu tiplərdə əgər ki ədədin sağına 2 ədəd yazırıqsa, məsələn yazmışam 1, sağına 35 yazsam, olacaq neçə? 135. İndi 1 necə dəyişib? 100 dəfə artıb və 35 vahid. O deməkdir ki, ilkin ədədi biz götürəcək x, sağına 35 yazsaq, x olacaq 35. Bu 100 dəfə və 35 vahid artacaq. X deyir ilkin ədədlə sonraki ədədi toplasaq, 100 dəfə artırsa x ədədimiz 100x olur. Toplayarıq 100x. Bir də 35-i gəlsək, bizə neçə verir? 4180 verir. 101x bərabərdir 4145-ə, x də bərabərdir 41-ə. X tapdıq 41 və bizə deyir ki, əvvəlcə verilmiş ədədin rəqəmləri cəmini tapın. 4-ün üstünə 1 gəlsək, bizə verəcək 5. Cavabımız olacaq B variantı. Növbəti ədəd 13 nömrəli sualdır. Deyir ki, 57.000 CD65 rəqəmli ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda ədəd 346 vahid azalırsa, C plus D cəmini hesablayın. Əslində burada bizə elə deməli, bu ədədi yuvarlaqlaşdıran zaman olur neçə? 57.000 olur. Deməli, azalır. 6 burada varsa, 3 ilə 4 də C ilə D-nin yerindədir. Və 3 ilə də 4-ün cəmi bizə nə verəcək? 7 verəcək. Cavabımız olacaq B variantı. Növbəti sualımız 14 nömrəli sualdır. Deyir ki, elçinin pul kisəsində əvvəlcə N manat pul var idi. O bir neçə alış-veriş etdi və A manat xərclədi. Alış-veriş etdikdən sonra onun pul kisəsində əvvəlki pulunun 3də 1 qədər pul qaldı.
Məsələnin həllini ifadə edən tənlik hansıdır? Bu adamın n qədər pulu var. A manat pul xərclədikdən sonra alış-veriş etdikdən sonra 3də 1 qədər pulu qalır. Və biz bunu vururuq neçəyə? 3-ə. Əvvəlki pulumuz olmalıdır. Deyir ki, nə qədər pulu qaldı? Əvvəlki pulu tapmaq üçün 3də 1 hissəsini tapırıq. N çıx A vur 3 bərabərdir N-ə. Cavabımız olur B variantı. Növbəti sualımız 15 nömrəli sualdır. Əkin sahəsinin eni 4 kilometr, uzunluğu isə 5 kilometrdir. Hər hektardan 25 sentner məhsul götürülür. Lakin əkin sahəsinin 8də 3 hissəsi əkilməmişdir. Bu halda əkin sahəsindən neçə ton məhsul götürmək olar? İlk olaraq uzunluq nə qədərdir? 4000-dir. Deməli, n 4000-dir, uzunluq 5000-dir. 5000-dir. Bölürük nəyə? Vururuq hektara çevirmək üçün 10.000-ə böləcəm. 3 0 buradan, 1 0 buradan. 400-ü də 5'ə vuranda bərabərdir 2000 hektardır. İndi 2000 hektarın 8'də 3 hissəsi əkilməmişdirsə, bizə əkilən sahə lazımdır. 2000'in 8'də 3'ü əkilməyibsə, 8'də 5'i əkilib. 2000'i 8'ə bölüb 5'ə vursa 1250 hektar olur. Hər hektardan 25 sentner məhsul götürürüksə 1250'ni vururam 25'ə. 1250'ni 25'ə vursaq bu bizə verəcək 31250 sentner. Və bundan da tona çevirməliyik. 31250'ni də tona çevirsək olacaq neçə? Bir dənə 0 siləcəm. 3125 ton. Cavabımız olur D variantı. Növbəti sual 16 nömrəli sualdır. Deyir ki, bir fabrikdə işləyən işçilərin yalnız qızlar və oğlanlardan ibarətdir. Qızların yaş ortalaması 14, oğlanların yaş ortalaması 24'dür. Fabrikdə ümumilikdə 100 işçi çalışır və bu işçilərin yaş ortalaması 22'dir. Bu məlumata əsasən fabrikdə neçə oğlan işləyir? Gəlin baxaq. Qız və oğlan. İşçilərimiz neçədir? 100 nəfər işçimiz var. Biz bunu ümumi ədədi ortanı tapsaq, 100'ü vuraram 22'yə. Bu bizə verəcək neçə? 2200. Aha. İndi oğlanlara x desəm, qızlara 100 çıxılsın x deyərəm. Hər kəsənin özünün ədədi ortasına vurarıq. Oğlanları vuracaq neçəyə? Oğlanların yaş ortalaması 24'dür. 24'ü x'ə vursam 24x üzərinə bu hissəni isə 14'ə vuracam. Üzərinə 14x üzərinə və yaxud bunu belə də yaza bilərik. 14 vurulsun 100 1400 çıxılsın neçə? 14'ü də x'ə vursaq 14x. Və nəticə nəyə bərabər eləyəcək? 2200'ə. Çünki ümumi yaşa bərabər eləyəcək. Bu hissəni daha bölməyə ehtiyac yoxdur. Ümumi yaşın cəmin bizdə məlumdur. X-ları bir tərəfə yığsaq 10x bərabərdir. 2200'dən 1400'ü çıxsam qalacaq 800. X də bərabərdir 80'ə. X kimə demişdik? Oğlanlara, elə 80 nəfər oğlandır. Cavabımız olur A variantı. Növbəti sualımız 17 nömrəli sualdır. Deyir ki, Nigar kitab mağazasından 5 ədəd bloknot, 7 ədəd marker və 3 ədəd xəritə alıb. Bloknotun qiyməti markerdən 60 qəpik baha, amma xəritədən 50 qəpik ucuzdur. Nigar bütün hallarda bütün bunlara birlikdə 18 manat 90 qəpik pul ödəyir. Bir xəritənin qiyməti nə qədərdir? Gəlin baxaq. Bloknot
marker, xəritə. Markerə X deyirəm. Bu bloknot bundan 60 qəpik bahadır. Amma bloknot xəritədən 50 qəpik ucuzdursa, xəritə neçədir? X plus 110-dur. Və hərəsindən neçə dənə almışıqsa, onu öz ədədinə vuracam. X plus 60-ı bu hissəni 5-ə vuracam. Olacaq 5x plus 300. Markerdən 7 dənə almışamsa 7x. Və xəritədən neçə ədəd almışam? 3 ədəd. Olacaq 3x plus 330. Ümumi cəmiz nəyə bərabər olacaq? 18 manat 90 qəpik 1890-a. İndi x-ləri bir tərəfə yığsaq, olacaq 15x bərabərdir 1890-dan 330-u çıxsam 1260 eləyir. X də bərabərdir 84 qəpik. Və bizdən xəritənin qiymətini soruşur. 84 qəpik markerin qiymətidir. Xəritə isə x plus 110 demişdik. Üzərinə də 110-u gəlsə bizə verəcək 194. 194 qəpik 1 manat 94 qəpik deməkdir. Cavabımız C variantı. Növbəti sualımız 18 nömrəli sualdır. Düzbucağının daxilinə 4 çevrə çəkilib. Hər bir çevrənin radiusu 2 cm-dir. Düzbucağının uzunluğu üzərində qurulmuş kvadratın perimetrini tapın. Gəlin baxaq, ilk olaraq biz bir düzbucaqlı çəkək və bunun daxilinə 1, 2, 3, 4 çevrə çəkdik. Çevrənin radiusu 2 cm-dirsə 4 cm diametrlər olacaq. 4 cm. 4-ü 4-ə vursam 16. Və deyir düzbucağının uzunluğu üzərində qurulmuş kvadrat. Deyək ki, bu hissədə qurulub. Kvadratın tərəfi oldu 16. Perimetr necə tapılacaq? P bərabərdir 4A düsturu ilə. 4-ü vuracam 16-ya, bizə verəcək 64 cm. Cavab olacaq B variantı. Növbəti sualımız 19 nömrəli sualdır. Deyir ölçüləri 10, 10, 25 cm olan paralellepiped şəklində pendiri tili 5 cm olan kub formalı qaba yığdılar. Neçə qab lazım oldu? Hər iki halda biz qabın həcmini tapmalıyıq. Düzbucaqlı deməli paralellepiped şəklindədirsə bunun perimetr deməli həcmini necə tapırdıq? A vurulsun, B vurulsun, C. Kubda isə A kubidir. İndi 10-u vuraram 10-a, vuraram 25-ə. Kubun həcmi isə 5 vur 5 vur 5. 5 5-ün 25 ilə bu 25 gedir. 10-u da 5-ə bölsəm 2. 2-ni də 10-a vursaq 20 ədəd qab lazımdır bizə. Cavabımız E variantı. Hər iki halda həcmini hesabladıq. Növbəti sual 20 nömrəli sualdır. Boyu 40 cm olan bir bitki hər həftə 7 cm uzanırsa, boyu 35 cm olan ikinci bitki hər həftə 8 cm uzanır. Neçə həftədən sonra boyları bərabər olar? Deməli, bir bitki 40 cm-dir. Aradakı fərqə baxsaq, 40-dan 35 çıxsaq, 5 cm arada fərq var. İndi birinci bitki 7 cm uzanır, ikinci bitki isə 8 cm uzanır. Yenə də aradakı fərqi tapırıq. 8-dən çıxırıq 7-ni, qalır neçə? 1. 5 aradakı fərqidir, santimetri və artım fərqlərinə bölürük. 5-i 1-ə bölürük, düşür 5 həftə. Yəni 5 həftədən sonra bitkilərin boyları bərabərləşəcək. Suallarımız bu qədər. Sağ olun, salamat qalın. Video izahları müəllim yoldaşlarınızla paylaşmağı unutmayın.